Quranda insanı dəhşətə gətirən ayələr. 1. Qiyamət gününün dəhşəti. O gün insan qardaşından qaçar, anasından və atasından, həyat yoldaşından və övladlarından. Əbəsə 34-36. Bu ayə göstərir ki, o gün hər kəs yalnız öz dərdi ilə məşğul olacaq. 2. Yer və göyün dağılması. Yer şiddətlə sarsıldığı zaman, dağlar ovulub toz halına düşdüyü zaman. Vaqiə 4-5. Dünyanın tamamilə məhv olacağı an təsvir olunur. 3. İnsanları sərxoş kimi olması. İnsanları sərxoş görərsən, halbuki sərxoş deyillər, lakin Allahın əzabı çox şiddətlidir. Həc 2. Qiyamətin qorxusu insanı ağlını itirmiş kimi edəcək. 4. Cəhənnəmin alovu. O, dəriləri yandırdıqca əzabı datsınlar deyə onları başqa dərilərlə əvəz edərik. Nisa 56. Əzabın davamlı və qaçınılmaz olduğunu göstərir. 5. Cəhənnəmin çağırışı. O gün cəhənnəm deyər, daha varmı? Qaf 30. Cəhənnəmin doymazlığı və dəhşəti vurğulanır. 6. Əməllərin hesabı. Kim zərrə qədər xeyir etsə, onu görər. Kim zərrə qədər şər etsə, onu görər. Zəlzəl 7-8. Heç bir əməl gizli qalmayacaq. 7. Zəncirlənmiş günahkarlar. Onların boyunlarında zəncirlər və qandallar olacaq. Sürünəcəklər. Qafir 71. Günahkarların alçaldılmış vəziyyəti təsvir edilir. 8. Göyün parçalanması. Göy yarıldığı zaman. Ulduzlar səpələndiyi zaman. Surə İnfitar 1-2. Kainatın nizamının tam pozulması.